Geçin. Gelin gelin. Geçin Eyler. Ben sizi yaxşı tanıyorum. Ziyalı adamsınız. Ama belə iş tutmaqsa yaraşmaz. Qarbaçovun şəklini deyəcək misiniz? Susmayın. Necə olubsa eləcə də deyin. İçkili olmasın? Xeyr hakimə, içkili deyildi. Bəs səbəb nə idi? Düzünü deyim hakimə. Əlbəttə, mən başqa cavab da gözləmirəm. Mənim Qarbaçova nifrətim var. Niyə? Hakim mənim taxta sefinin müdürü olmağıma baxmayın. Orta məktəbi qızıl medalla, institutda qırmızı diplomla bitirmişəm. 5-10 kitab oxumuşam. Ölkədə baş verənlərdən xəbərim var. Qarbaçov bizim millətin düşmənidir. Biz 200 ildir ki, Rusiyanın tərkibindəyik. Bu 200 ildə yalnız bircə bu millətin oğlu oldu ki, Kremldə yüksək bir vəzifə tutdu. Amma bu Qarbaçov min təzyiqlərlə onu oradan uzaqlaşdırdı. Mənim bir dostum var. Moskvada yaşayır. Deyir, ermənilərin hansısa bir jurnal redaktoru oxucularla görüşündə deyib ki, nə qədər ki, türklərin nümayəndəsi Kremldə iş başındadır, biz susmalıyıq. Akif müəllim, indi nə oldu birdən-birə bunların dilləri çıxdı, hə? Çünki bütün bu işlərin səbəbkarı Qarbaçovdur. İndi deyin görün, bu Qarbaçov bizim millətin düşmənidir ya yox. Gedə bilərsiniz. Akif müəllim,